Hər vaxtınız xeyir olsun. Bu video gələcəkdə övladını oxutmaq istəyən valideynlər üçündür ki, təlaşdadılar. Biz hardan başlayaq, necə başlayaq? Bizim üçün düzgün istiqamət, düzgün xəritə, düzgün plan necə olmalıdır? Hərə bir söz deyir. Kimə inanacağımı bilmirəm. Mən bunları tam təmənnasız bu videoda başdan sona böyük bir xəritəni verəcəm sizə. Artıq onu əlində onu tutursan və ondan sonra nə edəcəyini, hansı yolla gedəcəyini daha rahat inşallah biləcəksin. Uşaqları hansı yaşdan, hansı sinifdən hazıra qoymaq lazımdır? Ümumiyyətlə ehtiyac varmı buna? Hansı uşağa hazırlıq lazımdır? Bir. İkinci mövzumuz 8-9 siniflərdə hazırlıq bizə lazımdırmı və yaxud hansı fənlərə üstünlük verməliyik? Və sonuncu mövzumuz isə biz hansı fənləri daha çox oxumalıyıq, yəni digərlərindən daha çox oxumalıyıq ki, ali məktəbə daha rahat qəbul ola bilək. Təbii ki, bütün fənləri yüksək səviyyədə oxumaq mümkün deyil. Olarsa daha gözəl, olmazsa da bunun kəsmə yolları var, onlardan danışacağıq. Sizdən bir istədiyim buralarda abunə ol və yaxud burada üstə gəliş işarəsi falan görürsünüzsə, mübarək barmağınızdan bir dənə orada toxunursunuz. Çünki burada yəni heç bir ödəniş falan yoxdur sizin üçün. Rahat, pulsuz qoşulursunuz. Faydalanırsınız videolarda. Bismillah, getdik. Biz hansı uşağı hazıra qoymalıyıq? Yəni uşaq nə zaman hazıra getməlidir? Öncə onu deyim ki, aşağı siniflərdən, ibtidai siniflərdən hazırlığa getmək məsləhət deyil. Bacarırsınızsa, özünüz evdə müəyyən qədər dərslərinə kömək edin. Yox, əgər müəllim, mən bacarmıram və yaxud özümlə işləyirəm və yaxud ümumiyyətlə mən o 2-ci, 3-cü sinif proqramına, 4-cü sinif proqramına baxıram, başım çıxmır deyirsənsə, yaxşı olar ki, ümumiyyətlə ekspertlərin həmişə tövsiyəsi budur ki, aşağı siniflərdə yaxşı müəllim tapmaq lazımdır. Yuxarı siniflərdə yaxşı kurs və yaxud tədris mərkəzi tapmaq lazımdır. Aşağı sinifdə məktəbin, özəlin filan bir önəmi yoxdur. Müəllim, keyfiyyətli müəllim olandan sonra vəssalam bitdi getdi. Amma müəllim yaxşı olmadısa, nə qədər istəyir ili 10 minlik, 15-20 minlik bir deməli lisey belə olsa, heç bir önəmi yoxdur. O müəllim yaxşı deyilsə, o müəllim sinif idarə edə bilmirsə, sən uşağa nəyisə öyrədə bilməyəcək. Bitdi getdi. Ona görə sən övladını sevəcəyi, övladının sinifdə özgüvənini artıracaq bir müəllimlə onu təmin etməyə bacarırsan. Bu müəllim özəldə də ola bilər, dövlətdə də ola bilər, harda olmağın heç bir önəmi yoxdur. Önəmli olan o müəllim o uşağı vicdanla, şərəflə öyrətmək istəyir. Yəni bu yaxşı hər yanda var, pis də hər yanda elə pisdir. Biz nə zaman uşağı hazıra qoymaq? Dediyim kimi aşağı siniflərdə uşaqları hazıra qoymaq məsləhət görmürəm. Hə, uşağın boş qalmasın deyə istəyirsənsə bir gün və yaxud maksimum 2 gün hazırlığa göndərə bilərsən. Müəllim, bu uşağa riyaziyyat heç cür çatmır. Göndər, problem yoxdur. Yəni beyni müəyyən qədər inkişaf eləsin. Və yaxud da riyaziyyatın yerinə məntiqdən müəyyən qədər hazırlığa göndərə bilərsən. 3 ay, 5 ay, yəni mütəmadi şəkildə bunu etməyin yaxşı deyil. Müəyyən bir müddət tutaq ki, 1-ci sinif, 3-cü sinifdədir. Biraz boşluqlar var, müəyyən qədər sinifdə çox axsayır. Hə, sinifə çatmaq üçün hazıra qoya bilərsən, bunun bir sıxıntı. Çünki o bağ qopdusa sonra da onu düzəltmək biraz çətin məsələ olur. Amma məcburidirmi? Xeyr, məcburi deyil. İnandırım sizi ki, uşaq 7-8-ci sinifə qədər zəif və orta gəlib və 8-9-cu siniflərdə elə bir sürət yığa bilər, inanılmaz dəyişikliklər ola bilər. Bu belə. Bəs biraz yuxarı tutaq ki, 5, 6, 7 bu siniflərdə nə etmək lazımdır? 5-ci, 6-cı sinifdə oxuyan bir övladın varsa, hazıra illa da mən hazıra qoyum, bu uşaq boş qalmasın deyirsənsə, məsləhətim dillərdən hər hansı birindən. Bu indi sənin seçiminə görə ingilis dili ola bilər, fransız dili ola bilər, ərəb dili ola bilər, alman dili ola bilər. Hansı dildən hazıra qoyursan qoy, bu sənin şəxsi seçimindir. Amma dillərdən hər hansı birini mütləq öyrənsin. Çünki dillərdən hər hansı biri, burada təbii ki, böyük üstünlük yəqin ingilis dilində olacaq. Çünki bu uşaq 9-cu sinifdə buraxılış imtahanı verəcək, 11-də buraxılış imtahanı verəcək. Yox, ingilis qəşəngcə başqa bir dil öyrənmək istəyirsən, o zaman da seçim zövqə görə, yəni plana, öz övladına, gələcəyinə qurduğun düşüncələrinə, dəyərlərinə görə onun üçün bir dil deməli əlavə edə bilərsən. Yaxşı olar uşağın yəni ən az 1 və ən yuxarı 2-3 dil bilməyi çox yaxşı olar. Bəs 5-ci sinif uşağını 6, 7 bu siniflərdə, bax mən özüm Azərbaycan müəllimiyəm. Yəni az-çox səhifədən görürsünüz. Məsələn, mən deyərəm ki, gətirin 5-ci sinifdən, 6-dan, 7-dən uşağınızı qoyun hazırlayın. Mən deyirəm ki, ehtiyac yoxdur. Azərbaycan dilindən 5, 6, 7-ci siniflərdə bir uşağın hazırlaşmağına ehtiyac yoxdur. Hə, mənim uşağım gələcək 700 bal yıxsın deyirsən, sonra bir söz demərəm. Mən istəyirəm, imkanım var, uşağım üçün hazırlıq çətin deyil, istəyərəm hazırlaşsın. Əziyyət vermədən həftədə 1 və 2 gün hazırlaşmaq şərtinə ola bilər. Amma ehtiyacdırmı? Xeyr, ehtiyac deyil. Azərbaycan dilinə ehtiyac deyil. Riyaziyyatı çox zəifdirsə, həqiqətən uşaq vurma cədvəlini belə bilmirsə, bəli, o uşağı
5-də, 6-da, 7-də bu siniflərdə sinifə çatana qədər, yəni orta səviyyə çatana qədər hazırlaşdıra bilərsiniz müəyyən aylarda. Amma da il boyu uşağı zülm edib hazırlığa göndərməyə ehtiyac yoxdur. Hətta bacarsa elə müəllim tapın ki, gedin deyin müəllim, mənim uşağımla 10 nəfərlə işləmə neçə öyrədirsən, tutaq ki, 50 manat, mən sənə 70 manat verirəm, mənim uşağım 2 nəfər, 1 nəfər məşğul ol, gətir bu vəziyyətə çatdır. Və yaxud da mənə de ki, yəni vicdanlı adamla işləyin ki, o sizə düzün desin ki, sənin uşağın da alınır, yoxsa alınmır. Təbii ki, alınıb alınmadığından bilmək çox rahatdır. Uşağın işlədiyi test vəsaiti var. Nəyə keçmişsiniz bala? Filan mövzunu. Həmin vaxtda yox. 5 dərs keçəndən sonra açırsan testi, arxadan cavablarını, ilk 30 sualdan qoyursan 20-dən 30-a qədər qabağına, abala, işdə bu 10 dənə sual baxın, işləyir. 8 dənə, 9 dənə, 10 dənə düzü çıxırsa bu uşaq yaxşıdır. 10 sualdan 5 dənə səhv verirsə deməli yaxşı deyil. Müəllim ha nə qədər yaxşı deyir desin. Yəni burada əlində statistika var, sənəd var. Əsas olan odur. Növbəti bir məsələ, 8 və 9-cu siniflərdə hansı fənləri oxumaq lazımdır? 8-ci sinifdə məsləhət görərdim ki, əgər uşağın artıq qrupunu seçmisinizsə, mənim övladım tutaq ki, olacaq 3-cü qrup. Əgər 3-cü qrupsa, bu uşağın 2 əsas ana fənni var. Yəni, əsas 2 ona güc verəcəyi fənni var. Biri Azərbaycan dilidir, yəni ana dilidir. İkincisi isə tarixdir. Baxın, 3-cü qrupa gedəcək bir şagird, əgər şifahisi yoxdursa, adi bir şeiri belə əzbərləyə bilmirsə, bir hekayəni oxuyub bitirməyə səbri çatmırsa, o uşağı 3-cü qrupa göndərməyin. Konkret şəkildə. O uşağı 3-cü qrupa göndərməyin. Çünki, bax, 150 bal verir tarix. 700 balda 150 bal tarix verir. 100 bal ədəbiyyat verir. 250 bal buradan. Azərbaycan dilinin özü elə bir fəndir ki, Azərbaycan, yəni söhbət dil qaydalarından gedir, mətnlərdən getmir. Elə bir fəndir ki, Azərbaycan dilində həm tarixin mürəkkəbliyi var, həm riyaziyyatın mürəkkəbliyi var. Riyaziyyat qədər səndən dəqiqlik, praktiklik tələb edir. Tarix qədər də düşüncə və yaddaş tələb edir. Yəni, tarix oxuya bilməyən uşaq, riyaziyyat oxuya bilməyən uşaq sensasiya deyib Azərbaycan oxuya bilməz. Mümkün deyil. Yoxdur, belə bir şey yoxdur. Və yaxud da lap Azərbaycan ideal oxusa belə neyin necək onu? O bəs eləməyəcək onu. Digər fənlər 0 və aşağı vəziyyətdə olsa da ona bal verməyəcək. Bu belə. Və hətta Azərbaycanın özündə də şey var ha, bax, deməli 9-un buraxışında, 9-u qoyduq qırağıda, 11-də buraxışda 100 bal verir. Və bu 100 balın 75 balı mətn verir. Mətn isə qayda filan heç nə deyil. Sadəcə adı üstünə bir mətn verir. Yəni yarım səhifədən biraz çox. Həmin mətnin içində başlayır soruşmağa səndən. Yəni bir mətn oxuyursan və səndən soruşur ki, burada mətndə nədən söhbət gedir? Mətndəki 2 obraz var, 2 adam haqqında danışır. Bunun müsbət tərəfi nədir, bunun mənfi tərəfi nədir? Bu adamların oxşar cəhətləri nədir? Bunları sizin üçün danışır. Və uşaq kitab oxuya bilmir. Səbri çatıb ömrü boyu bir səhifə bir şey oxuya bilmir. Heç nə oxumur. Yəni məcbur döyə-döyə kitab üstə otuzdurursansa, bu uşaq bəli gedib o mətnini yaza bilməyəcək. Bax, söhbət bundan ibarət. Yəni 3-cü qrupa hansı uşaq gedə bilər? O uşaq ki, bu uşağın tarixlə arası qəşəngdir. Ədəbiyyatla ola bilər ki, məsələn, tarixlə arası yaxşıdır, ədəbiyyatla arası pisdir. Bu iki fənnin demək olar ki, bir çox şeyləri eynidir. Birində tarixi hadisələri filan öyrənirsən, digərində isə hansı əsəri öyrənirsən, onu təhlil edirsən. Yəni, ikisi də səndən yüksək təfəkkür tələb edir, zəhmət tələb edir. Yəni, oturacaqsan, oxuyacaqsan. Nə qədər lazımdır oxuyacaqsan. Yəni, gündə ən azından hər fənni saat yarım, 2 saat oxuyacaqsan. Yəni, bu fənlər səndən bunu tələb edirlər. Tarix ola bilər ki, uşaq tarix qəşəng oxuyur, ədəbiyyatı oxumur. Bu artıq seçim məsələsi ola bilər. Ola bilər onun tarix müəllimi çox zəhmət keçdi, fənni uşağa sevdirə bilir. Ədəbiyyat müəllimi isə Azərbaycan da fənnə üstünlük verib, ədəbiyyatı atıb arxa plana, üstünlük verməyib, uşaqda da ədəbiyyata qarşı sevgi ölüb. Və yaxud əksinədirsə, yəni iki fəndən biri qəşəng alınıb, digər alınmırsa, illa da orada bir problem var. Uşağın başında problem yoxdur. Uşaqda hər şey qəşəngdir, onu düzəltmək olar. Amma iki fənd heç bir alınmırsa, artıq hazıra qoya-qoya müəllim yana gedə-gedə və yaxud sinifdə müəllim deyir, yarım saat vaxt verim, hamı bu 2 səhifəni öyrənsin, danışsın, bu uşaq 50 dəfə oxusa başına qalmırsa, onu 3-cü qrupa yönəltmə, 3-cü qrupun balları yüksəkdir, o uşaq boş-boşuna, yəni ən yaxşı gelib, yəni Çex dilinə filan girəcək, kimə lazım Çex dilinə, belə. Bəs birinci qrupa gedəcəksə, birinci qrupa gedəcəksə təbii ki, yəni riyaziyyat, yəni iki yönümlüdür də uşaqlar, ya riyaziyyatı qəşəng oxuyacaqlar, ya da dəqiq fənlər, ya da humanitar fənlər də bu ikisindən biridir. Və
riyaziyyatı yaxşı oxuyan bir uşaq, yəni riyaziyyatı yaxşı bilən uşaq adətən 3-cü qrupa getmir. Getmir adətən. Yəni riyaziyyatı qəşəng oxuyan uşaq tarix və ədəbiyyatı sevmir. Müəllim, bizim uşaq riyaziyyatı qəşəng qavrayır, amma tarixdən, ədəbiyyatdan acığı gəlir. Yəni bu tariximizi, ədəbiyyatımızı, dilimizi sevmir deməkdir. Yəni uşaq da ona o fənlər, yəni oxumaq ona çatmır. İstəmirdi. Amma riyaziyyatı ver, otursun işləsin. Müəllim bir dəfə başa salsın, anında götürsün. Hə, bu uşaqlar əslində bu çox yaxşı bir şeydir. Çünki evdə kitab oxumadan, dərs oxumadan sadəcə müəllimin verdiyi tapşırıqları işləyir. Bu uşaq istədiyi yeri qəbul olacaq. Yəni riyaziyyatı qəşəng olan uşaq ali məktəbə girməyə bilməz. Mümkün deyil. Və yaxud həmçinin tarix ədəbiyyatı yaxşı olan bir uşaq ali məktəbdən gedib kəsilə bilməz. Mümkün olmur da belə şey yoxdur. Yəni kəsilibsə o yəqin istədiyi yeri istəməyib. Yəni ona demək düşə biləcəyi yeri, hansısa bir yeri istəməyib deyə. Yəni imtina edib. Normalda belə bir şey olmur ki, uşaq riyaziyyatı qəşəng bilsin, amma getsin heç yerə qəbul olmaz. Riyaziyyatı 8-ci, 9-cu siniflərdə qəşəng oxuyacaqsan ki, riyaziyyatı qəşəng biləndən sonra sən 1-ci qrupa ki, orada 100 bal buraxılır, 150 bal blok verir, 250 bal verir. 250 baldan 200 balı buradan toplaya bilsən, digər fənlərin də hərəsindən 50-50 bal toplayanda hardasa elə gedir, 400 bala çatır və sən istədiyin yerə qəbul olursun. İkinci qrupda riyaziyyatı yaxşı bilirsən və riyaziyyat əladır. İkinci qrupda yenə eyni 250 bal verir və burada sonra bir də əsas üstünlük verməsən coğrafiya. Riyaziyyatı yaxşı olan bir uşaq, həm də biraz humanitar, biraz da çox belə yox, biraz sevən uşaq coğrafiyanı öyrənə bilir. Yəni coğrafiya maraqlı fəndir. Hələ mən elə adam görməmişəm, ikinci qrupda olsun, desin ki, coğrafiya çox maraqsızdır. Yəni olduqca maraqlı bir fəndir. Riyaziyyatı öyrənə bilən uşaq biraz da humanitara meyilli olanda, yəni tam yaxşı meyilli olan bir uşaq düşünürəm ki, coğrafiyanı öyrənib oradan da ən azından 100 bala çata bilər. Bu belə. Bəs 4-cü qrup, hə, 4-cü qrupa təbii ki, hər kəs bilir ki, istedadlar gedir və 4 fənnin, 5 fənnin, daha doğrusu 6 fənnin nə çıxmış? 6 fənnin 6-sı da ideal olmalıdır. Xüsusən bunların içində kimya və biologiyası mükəmməl olmalıdır. Çünki kimya və biologiya orada ikisi bir yerdə 300 bal verir səhv eləmirəmsə. Blok fənlərdə 300 bal verirsə, deməli 100 bal da fizika. Deyək ki, fizika bu uşağa çatmır, zəifdir. Fizikadan 50 bal, digər fəndən. Yəni ən azından sən artıq 600-dən yuxarı bal toplamazsan ki, gedəsən tibb universitetində qəbul olsun. Yəni biologiya müəllimi olacaqsansa, elə də başdan ged 1-ci qrupada, yəni onsuz kimya var orada, riyaziyyat var, fizika var, ged elə 1-ci qrupda inşaata, nə bilim, harasa da yəni uyğun bir ixtisasa getdi. Yəni sən nə lazımdır ki, biologiya müəllimi olasan, nə qədər tələbat var. Kimya və biologiya əlbəttə ki, gözəl fənlərdir. Yəni bunlar öz yerində. Amma bir uşaq yəni kimya və biologiya fənnində nə boyda uğur qazana bilər? Bu çox çətin. Çünki dərs saatı azdır, oxuyan azdır və hər məsələn məktəblərdə görürsən də, yəni kimya, biologiya və ya hazırlıqlarda o fənn üzrə hazırlaşanlar azdır. Yəni biologiya hazırlığında sən gedib yəni adına sanla bilinən müəllimlər ayrı, amma orta səviyyəli müəllimlərdə sən 5, 10, 15 uşaq görəcəksən. Yəni orta səviyyəli bir müəllimin 200 şagirdi olmur, amma riyaziyyatda, Azərbaycan dilində, yəni tarixdə ən azından bunları etmək mümkündür. Bu da belə. Qısası 8-9-cu siniflərdə iki fəndə çox, əgər ikisini bir arada apara bilsən, lap mükəmməldir. Yəni riyaziyyat olduqca dərin biləcəksən, Azərbaycan dilini dərin biləcəksən. Sonuncu məsələmiz də bu idi. Hansı fənlərə üstünlük verməliyik ki, rahat qəbul olaq? Dediyim kimi, sən 1-ci, 2-ci qruplarda riyaziyyatı mükəmməl bildinsə, bu deməli ixtisaslar üzrə gedib qəbul olmağın olduqca rahatdır. 3-cü qrupda Azərbaycan dilinin, tarixini qəşəng bildinsə, gedib yüksək bal toplaya biləcəksən. Belə 5-ci qrupda da ki, hər fəndən biraz oxusan, kifayət eləyəcək. Hər biriniz uğurlar arzulayıram uşaqlar və dəyərli valideynlər. Ümid edirəm ki, burada öyrənilənlərin faydası olacaq. Hətta onu da deyə bilərəm ki, bəs müəllim bizim aparıb həmin fənlərdən hazırlığa qoymağa imkanımız yoxdursa, bu zaman nə etməliyik? Əslində onun da xəritəsini verə bilərəm. Baxın, məcbur deyilsiniz aparıb bütün fənlərdən uşağı hazırlığa qoyasınız. Tutaq ki, 8-də 9-da oxuyan uşağı riyaziyyatdan qoy hazırlığa, bacarsa onu eyan hazırlaşdır. Bu belə, bu hardasa orta səviyyəni 60-90 manat arası eləsin. Bu belə, indi rayonlarda biraz münasibdə əl çatan, yəni insafla davranırlar. Şəhər ayrıdır, şəhərin tələbləri ayrıdır təbii ki. Və bir fəndə bunu düzəltdin. Amma digər fənləri, əgər sadəcə burada biraz siz də əlinizi daşın altına qoymalısınız, şagirdin üstünə düşməlisiniz.
Digər fənlər onlayn hazırlaşdıra bilərsiniz. Onlayn hazırlıqlar da başlayır 30 manatdan, hardasa 50-60 manata qədər mümkündür. Bəs müəllim, onlayn oxumaqla eyni keyfiyyət almaq olurmu? Daha artığını almaq olur, daha artığını. Bizim hazırlıqlarda 683 yığan deməli onlayn da şagird olub, 681 var, 677-lər var və amma əyanidə tutaq ki 673 var. Təsəvvür edin, yəni onlayndakı ilə harasa 10 bal fərq var. Yəni əjdaha kimi super səviyyədə bilən uşaq da amma 673-dən oyuna bal toplaya bilmədi. Yəni deməli onlaynda da uşaq öyrənə bilirmiş və kifayət qədər yaxşı öyrənə bilir. Məsələn mən baxıram onlayn hazırlıqlarda o qədər güclü uşaqlar var, o qədər istedadlı uşaqlar var ki, yəni o şərait, yəni o deyir 40 manat, 30 manat, amma əyanda gətirib 3 qat pul ödəyir. Amma gəl əyanədəki güclə, zorla oxudursan, buradakı amma ağzından çıxan hər kəlməni götürür və mükəmməl şəkildə mənimsir. Yəni, əgər uşağın biraz da olsa məsuliyyəti varsa, həmin şagirdi, yəni həmin uşağı onlayn olaraq qoşmaq olar. Yəni, təxminən aylıq 200 manatlıq bir büdcə ilə, hətta 10-cu, 11-ci sinif şagirdini hazırlaşdırmaq mümkündür. Yəni, təbii ki, hansısa bir əsas fəndə əyan gedib, digər fənlərə onlaynda qoşulsa nəticə olar. Müəllim, mən istəmirəm ki, uşağım çətində qalsın, nə bilim, bir şəkildə özümü oda közə vurub onu əyanı hazıra göndərəcəm filan. Bunu məsləhət görmürəm. Niyə? Birinci oturub bunu uşağınla düzəməli danışmalısan. Ki, cəmaatın balası necə eləyir, sən də bunu bu cür edə bilərsən. Və onun üçün keyfiyyətli müəllimlər tuta bilərsən. Və əmin olun ki, əyani hazırlıqla onlayn hazırlıq arasında bir fərq eləməyəcək. O uşaq orada nə öyrənirsə, burada da eyni şey öyrənəcək. Yəni, siz mənim bura qədər hər halda izlədiniz. Bura qədər danışdıqlarımın içində, danışdıqlarım sizə aydın olmadı mı? Yəqin ki, aydın oldu. Əgər mənim danışdıqlarımı videoda anlayırsınızsa, oradan müəyyən faydalar çıxara bilirsinizsə, müəyyən şeylər götürə bilirsinizsə, ha bunu mən sizlə üzbəüz danışım, qulaq asasınız, ha videodan. Hətta mən deyərdim ki, videodan danışmaq daha hörmətlidir. Çünki elə olur ki, kimsə qohumlardan ya tanışlardan uşaqla otururam, söhbət edirəm, ya valideynlə söhbət edirəm. Görürəm ki, mənim üzbəüz canlı elədiyim söhbətə qulaq asmaq istəmir. Amma bir də görsən hansısa bir videona götürür, atıb linkə, bu videona baxdım, nə qəşəng danışmısan, çox sağ ol, uşağı da göstərir, hamımız oturduq, baxdıq. Bu söhbəti mən canlı eləyirəm, gəlib qulaq asmırsınız, axır özüm deyirəm ki, qulaq asmırsınızsa danışmayayım. Yəni belə. Ona görə onu düşünməyin. Hətta dediyim kimi, onlaynda, tək əyanda, məsələn, o uşaq məktəb müəllimi, yəni nə varsa da, seçim nədirsə, ondan faydalanacaq. Onlaynda isə, məsələn, məndən, ya bizdə Ayşə müəllimədən, və yaxud başqa kurslardan, başqa müəllimlərdən açır YouTube-a baxır, Instagram-a, TikTok-a baxır. Hansı müəllim ona uyğun gəlirsə, ab-havası, öz dillərinizi, avrası filan, hansı müəllimdən götürə bilirsə, həmin müəllimdən də faydalana bilərlər. Bizim onlayn dərslərimiz 8-ci siniflərdən başlayır. 8, 9, 10, 11-ci sinif. Bütün fənlər üzrə il boyu hər vaxt bizdə hazırlıqlar olur. Qoşulmaq, faydalanmaq mümkündür. Qoşulmaq üçün 055 597 0151 və yaxud 070 882 18 83 nömrələrimizə yazırsınız. Uyğun şəkildə bizim qruplardan faydalanmaq mümkündür. Belə, videomuz xoşunuza gəldisə, bir fayda əldə edənsə, zəhmət olmasa bir dənə abunə ola barmağınıza toxunun. Bu qədər. Sağ olun. Hələlik.